ki, hə? Mənim qızım o boyda məktəb oxuyub. Beynəlxalq münasibətləri qutarıb mənim qızım. Международное отношения. Əslində mənim qızım orada işləməlidir. Diplomatdır mənim qızım. Mənim qızım diplomatdır, amma necə olub ki, mən qızımı iş tapa bilmirəm. Bütün matım qutum quruyub, and olsun Allaha. Niyə quruyub? Az 20 ildə mən qızıma iş tapa bilmədim. 20 ildə mən qızıma iş tapa bilmədim. Neynədir? Axır yazıq getdi, mahnı yazdırdı, başladı oxuma, onu da sildilər. Allah belanızı versin. Əlim havadadır. Hər gün qarğış eləyəcəm. Canlıdayım Qumral. TikTokda canlı. TikTokda canlıdayım. Yaxşı. Yo, mən əsəbləşirəm. Əsəbləşirəm. Bəli. Mən əsəbləşirəm. Yenə deyirəm, mənim uşağım, mən 20 ildə mən uşağıma iş axtardım, tapmadım. Anam bacım. Mənim qızım, yenə deyirəm, hələ balacanı demirəm, hələ fidandan danışmıram. Mənim Qumral qızım beynəlxalq münasibətləri qutarıb, международное отношениянı qutarıb, İngilis təmayülünü qutarıb, liseydə oxuyub. Amma bu adama mən iş tapmadım. Mənə maraqlıdır ki, görüm. Mən iş tapmaq üçün xalq artistimi olmalıydım. Ya mənim qızım xalq artistinin qızı mı olmalıydı? Hə? Bax, sonra cəmaat danışanda deyirsiniz ki, danışır. Necə olub bu röyə, necə alıb bu rütbəni? Niyaməddin Musayevin qızı polkovnik rütbəsi rəisini necə alıb? Özdə gör harda işləyib. Fövqəladə məxfi şöbənin rəisi işləyib polkovnik rütbəsi ilə. Mən demirəm, ha, bu da. Bax, saytlər yazıb hamısına. Saytlər yazıb. İndi də hardadır? İndi də xaricdədir. Ay sağ ol da neçə ildir işləyir ki, rütbə alıb bu adam? 20 il, 30 il işləyənlər var ki, o zvanyaya həsrətdir. Ay Allah, deyir bircədən o zvanyanı alıb taxsaydım mı? Nə olub ha sən? Az nə olub, qadın canımla rütbə daşıyırsan, ha? Araşdıracam səhər. Bu hələ bugünküdür. Bugünküdür, bugün mən görmüşəm bunları. Bugün mən durmuşam, görmüşəm ki, saytlərdə yazıblar ki, Niyaməddin Musayevin qızı polkovnik rütbəsindədir. Mənə çox maraqlıdır. Bu məni doğrudan da maraqlandırıb. Hər gün bu haqda danışacağam. Hər gün. Yenə deyirəm. Araşdırsınlar, görək. Kim düzəldib bunu bura? Necə olub ki? Vallahi mənim qızım o boyda ali savadlı, məktəbini qutardı, diplomunu aldı. İş də tapa bilmədi mənim qızım. Neynədir? Sonra dedim, ay balada iş də yoxdur da, heç nə olmaz. Səsin də var, aktyorluq sağlığında var. Gəl sən də oxu da, mahnı oxu. Ac qalmayırsan ki. Büyün ata var, ana var, sabah yoxdur. Neynəyəcəksən? Gəl oxu. Sən də oxu. Hamıdan da gözəldir mənim qızım. Hamıdan da qəşəng oxuyur mənim qızım. Buyurun. Hə? İndiki oxuyanlara baxın da ortalıqda.